Ötən gün Muxtar Respublika ərazisində müşahidə olunan intensiv leysan yağışları bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub. Ən çox zərər çəkən ərazilərdən biri Şahbuz rayonunun Badamlı qəsəbəsi və Badamlı kəndi olub. Güclü yağışlar nəticəsində dağlardan gələn sel suları yol və su təsərrüfatına ziyan vurub, bəzi istiqamətlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Artıq 76 yaşım var. Bu vaxta qədər mən belə yağış, belə sel görməmişdim. Oradan o qədər sel gəldi ki, çıxmağa yeri olmadı. Bütün bastı setkaların əksəriyyətini, buraları hamısını lillə, palçıqla, qumla, daşla, zadla doldurdu. Beləsinə bastı, qapını zadı qırdı. Hadisədən dərhal sonra aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikalar əraziyə cəlb olunub. Sel sularının gətirdiyi lil və daş yığınları yollardan təmizlənib, kommunikasiya xətlərində yaranan nasazlıqların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb. 24 iyun 2026-cı il tarixdə Şahbuz rayon ərazisində yağışların intensiv yağması nəticəsində dərə yataqlarında sel daşqınları əmələ gəlmişdir ki, bu daşqınlar da rayonun Badamlı qəsəbə, Badamlı kənd, Şada, Külüz, Keçili, Ayrınc kəndlərində müəyyən fəsadlar yaratmışdır ki, bu da vətəndaşların istər həyətyanı sahələri olsun, istər yol infrastrukturu, həmçinin qaz xətlərinə müəyyən zərərlər vermişdir. Şahbuz rayon icra hakimiyyəti olaraq bu fəsadların aradan qaldırılması üçün dərhal lazımi tapşırıqlar verilmiş və aidiyyatı qurumlarla birgə əməkdaşlıq olunaraq operativ formada iş aparılır. Ərazidə aparılan təmizləmə və bərpa işləri nəticəsində vəziyyət nəzarət altına alınıb. Hadisə yerinə işçi qüvvəsi və texnikalar cəlb olunmuşdur. Gecə saat 11 radələrinədək yol demək olar ki, tam istifadəyə verilmişdir. Fəsadlar aradan qaldırılmışdır və hal-hazırda işlərimiz davam etdirilir. Yaxın günlərdə fəsadlar aradan qaldırılacaq. Sakinlər isə təbii hadisədən sonra operativ şəkildə görülən tədbirlərə görə aidiyyəti qurumun əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, texnikaların vaxtında cəlb olunması və çevik müdaxilə fəsadların daha da böyüməsinin qarşısını alıb. Hal-hazırda Şahbuz Su Meliorasiya Sistemləri şöbəsi olaraq texnikalarımız cəlb olunubdur. Bütün vətəndaşlara dəymiş ziyan aradan qaldırılır. Bütün texnikalar axşamdan bəri göstəriş veriblər. Gecənin yarısına qədər işləyiblər, bu gün də hal-hazırda davam edir. Minnətdaram hamısına, çox sağ olsunlar. Bütün dəyən ziyanı, yolu, hamısını hal-hazırda bu texnikalar da işləyir. Bütün dəyən ziyanları aradan qaldırmağa çalışırlar, sağ olsunlar. Mütəxəssislər hava şəraitinin dəyişkən olduğunu nəzərə alaraq dağətəyi və çay məcralarından yaxın ərazilərdə yaşayan vətəndaşları diqqətli olmağa, təhlükəsizlik qaydalarına əməl etməyə çağırırlar. İlham Vəliyev, Həmid Quliyev, Əfqan Hüseynov, NTV Xəbər.